Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Qərbi Azərbaycan TV-də Müzakirə Vaxtı proqramında. Bugünkü proqramımızda biz əsasən Rusiyada, Yekaterinburq şəhərində baş verən soydaşlarımıza qarşı qanunsuzluq, mühakiməsiz, qətl və qəsd hərəkətlərindən danışacağıq. Bütün demək olar ki, ölkə gündəmi bu dəqiqə bu xəbərlə qaynayır. Biz bu məsələyə mütləq şəkildə münasibət bildirməliyik və bildirəcəyik. Bundan başqa İran istiqamətindən, yenə də İranın Ermənistandakı səfiri Qərbi Azərbaycanın İranda bir ərazi olduğu iddiasını irəli sürüb və Qərbi Azərbaycanla bağlı hər hansı bir fikirlərin olmayacağını bildirib. Yəni İranın Ermənistandakı səfiri öz işindən məşğul olmaqdansa digər ölkənin bir probleminə, digər ölkənin bir tarixi faktına əl uzatması hər halda bir xoş deyil. Bax, bu məsələdən də danışacağıq. Odur ki, diqqətiniz bizdə olsun. Studiyamızın qonağı da var, millət vəkili Ceyhun Məmmədov. Ceyhun müəllim, xoş gördük sizi. Ceyhun müəllim, Rusiyada, konkret olaraq Yekaterinburq şəhərində soydaşlarımıza qarşı məhkəməsiz, mühakiməsiz 2 nəfər soydaşımızın qətlə getirilməsi, bir neçə nəfər, 9-dan artıq soydaşımızın həbs olunması, yəni bu artıq ölkə gündəmini silkələyib. Sizcə, bax, bu hərəkətin arxasında nə dayanır? Bu kriminal bir hadisədir, yoxsa bu şəkildə insanlığa qarşı bir cinayət törətmək nə deməkdir? Bu, Rusiya-Azərbaycan münasibətlərinə sözsüz ki, təsir edəcək. Necə düşünürsünüz? Bir mənalı təəssüflə qeyd etmək lazımdır ki, biz bir müddətdir Rusiyanın bu münasibətini görürük. Yəni, söhbət ondan gedir ki, bir müddət bundan əvvəl Azərbaycan təyyarəsi ilə bağlı bir hadisə oldu. Buna cənab prezident çox sərt münasibət bildirdi və bugünə kimi Rusiya tərəfi bu məsələ ilə bağlı heç bir addım atmayıb və bu cinayəti törədənlərin cəzalandırıldığını da biz görmürük. Və artıq bu onu göstərir ki, digər xalqlara qarşı bax, bu şovinist münasibət, qəddar rəftar Rusiya dövlətinin, Rusiya hakimiyyətinin artıq siyasətinə çevrilib. Yəni, bu sıradan bir hadisə deyil. Bu hadisəni törədən də, onun təlimatını verən də Rusiya dövlətidir, onun başçısıdır, onun hakimiyyətidir. Əks təqdirdə, əgər elə olmasaydı, Rusiya tərəfi bununla bağlı öz münasibətini ortaya qoya bilərdi. Hələ ki, ciddi bir ciddi dedikdə Zaxarovanın bir açıqlaması var. Rusiya Dövlət Dumasının sədr müavini də münasibət bildirib, o da heç bildirməsə ondan yaxşı. Yəni, söhbət ondan gedir ki, bilirsiniz, bu iddianın, ittihamın özü çox əsassızdır. Bəli. İllər öncə hansısa bir 25 il bundan öncə hər hansı bir cinayət hadisəsində Azərbaycanlıları hallandırmaq, bu vəhşiliyi törətmək, bu qəddarlığı törətmək sıradan bir məsələ deyil. Yəni, sən gəlib evin qapısını döyürsən. Ailənin, yəni bu içəridə qadın var, içəridə yaşlılar var, uşaqlar var. Qapını açmağa imkan vermirsən, yəni ev sahibi qapını açmağa macal tapmamış, sən qapını sındıraraq içəri daxil olursan, insanları qətlə yetirirsən, onlara işgəncə verirsən, tələm-tələsik məhkəmə qərarları qəbul edirsən və buna da bəraət qazandırmağa çalışırsan və bu ilk hadisə deyil. Bilirsiniz, bu özbəklərə də qarşı, taciklərə də qarşı, qazaxlara qarşı da Rusiya tərəfindən dəfələrlə törədilibdir. Hətta öz soyundan, kökündən olan Ukrayna xalqına qarşı belə Rusiya bunu törədibdir, Çeçenistanda bunu edibdir. Və bir siyasəti biz görürük. Bilirsiniz, 90-cı illərdə bu skinheadlər var idi. Bunlar bunu törədirdilər. Amma indi görünən odur ki, terrorçu da, cinayətkar da, hamısı bəli, hüquq mühafizə orqanları özləri artıq bu funksiyanı yerinə yetirirlər. Artıq bu skinheadlərə ehtiyac yoxdur. Onların fəaliyyətinə ehtiyac yoxdur. Çünki təəssüf ki, bu dırnaq arası missiyanı artıq dövlət özü üzərinə götürübdür və bu ölkədə yaşayan digər xalqların nümayəndələrinə qarşı bu cür vandalizm aktlarını törədirlər və bu nə insanlığa sığan bir hərəkətdir, hüquqdan ümumiyyətlə söhbət gedə bilməz. Yəni, bunun heç bir izahı yoxdur. Bu, məqsədli şəkildə törədilmiş bir vəhşilik aktıdır. Bu, artıq Rusiyada getdikcə daha da güclənir.
Təəssüf ki, Rusiya rəsmiləri Rusiyanı bataqlığa doğru daha da aparmağa görünür ki, niyyətlidirlər və bunun üçün çalışırlar. Yəni, bugün Rusiyanın demək olar ki, dünyanın əksər ölkələri ilə münasibəti pozulubdur. Azdan çoxdan keçmiş Sovet Respublikaları ilə münasibət var idi. Görünən odur ki, artıq bu münasibəti də zədələmək istəyirlər və bu etimada, bu qarşılıqlı münasibətə də xələl gətirən addımları davamlı olaraq atırlar. Ceyhun müəllim, çox maraqlıdır ki, bu hadisəni kriminal bir hadisə kimi dəyərləndirənlər də var Rusiya istiqamətindən təbii ki. Bu heç bir kriminal hadisə də deyil. Əslində bunun arxasında hər hansı bir məkirli niyyətin dayandığı açıq-aydın görünür. Baxır hansı aspektdən polisin törətdiyi bu kriminal hadisədir. Bəli. Yəni polis cinayət törədir. Amma onlar əksini düşünürlər. Xeyr, xeyr. Yəni burada hər şey göz qabağındadır. Siz məhkəmə qərarı olmadan, araşdırma aparmadan, heç bir hüquqi əsas olmadan insanların bu formada qətlə yetirilməsi, işgəncələrə məruz qalması heç bir məsələ ilə, heç bir məhkəmə işi ilə əlaqələndirilə bilməz. Burada konkret bir addım var. Baxın, bir ailənin 200 bini vəhşicəsinə qətlə yetiriblər. Yəni, ailənin gözü qarşısında. Ailənin gözü qarşısında. Bu bir ailə bədbəxtliyinə yönəlmiş bir addımdır və ona görə də bunu bugün nə qədər çalışsalar ki, buna hüququ don geyindirsinlər, bu elə bir aktdır, bu elə bir hadisədir ki, bunu heç bir məsələ ilə, heç bir hansısa fikirlə əsaslandırmaq qeyri-mümkündür. Yəni, bu bir vəhşilik aktıdır. Bu bir çox təəssüf ki, dövlətin nümayəndələri tərəfindən, hüquq mühafizə orqanları tərəfindən törədilmiş qəddarcasına bir addımdır. Yəni, siz hadisə şahidlərinin danışıqlarına baxın. Bir insanlar Rusiya vətəndaşlarıdır. Bu insanlar uzun müddətdir Rusiyada yaşayırlar. Yəni, bu təbliğat, bu addımlar, bu vəhşilik bir daha qeyd edirik, heç bir çərçivəyə sığmır. Bu cür addımlara, bu cür aktlara, bu cür vəhşiliklərə Rusiya rəsmiləri, hüquq mühafizə orqanları son qoymalıdırlar. Ceyhun müəllim, bu kimi hadisələr, bax belə tez-tez baş verən bu kimi hadisələr Rusiya-Azərbaycan münasibətlərinə uzun müddətli təsir etmə ehtimalı yəqin ki, çoxdur. Bir mənalı, çünki bunun qarşılığı olmalıdır. Yəni, təyyarə hadisəsi, ardınca bu hadisə, əvvəldə bəzi hadisələr olmuşdu və bunun da mütləq şəkildə bizim münasibətlərimizə ciddi təsir olacaq. Azərbaycan hər zaman Rusiya ilə münasibətlərin qorunmasında, inkişafında maraqlı olubdur. Keçmiş Sovet məkanında, yəni Rus dili, ümumiyyətlə Ruslar, Rus məktəbləri, bu istiqamətdə Azərbaycanda olan şərait heç bir ölkədə olmayıb. Yəni biz hər zaman bir-birimizi hörmətlə, yəni izzətlə işimizi qurmuşuq və münasibətimiz də bunun əsasında qurulub. Amma bu gündən sonra qeyd etdiyim kimi bir neçə ard-arda törədilən hadisədən sonra təbii ki, Azərbaycan da çox sərt addımlar atmalı idi. Yəni bildiyiniz kimi mədəni tədbirlər ləğv olundu. Hətta Milli Məclis bizim nümayəndə heyəti getməli idilər. O da təxirə salındı. Overçuk gəlməli idi, dayandırıldı və bu mədəni tədbirlər də təxirə salındı. Qeyd etdim. Yəni əgər bu belə davam etsə və bunun da qarşılığı olacaq. Burada isə münasibətlərin korlanmasında əsas günahkar, əsas səbəbkar isə Rusiya özüdür. Rusiya bunu etməməli idi. Əgər edirsə, Azərbaycan tərəfi də buna belə qarşılıq verməli idi. Burada başqa bir addımın Azərbaycan tərəfindən atılmasını gözləmək qeyri-mümkündür. Çünki biz buna qarşı laqeyd və biganə qala bilmərik. Söhbət soydaşlarımızdır. Cənab Prezidentin hər zaman özünün də qeyd etdiyi kimi, üzərində durduğu kimi, yəni Azərbaycan öz vətəndaşlarına sahib çıxır. Dünyanın harada yaşamalarından asılı olmaqlarından asılı olmayaraq onların hüquqlarının qorunması,
onlara qarşı atılan addımların qarşısının alınması üçün Azərbaycan gerəkən bütün addımları atıb və atacaq. Bəli, Azərbaycan dövləti elə sizin də qeyd etdiyiniz kimi harda yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlının sahibidir, təhlükəsizliyinin qarantıdır və bunu Rusiya dövləti, Rusiyanın o kriminal dairələri ki, bax bu hərəkəti, qanunsuzluğu həyata keçiriblər. Sözsüz ki, onlar da bilməlidirlər və axıra qədər də Azərbaycan dövləti öz vətəndaşlarını müdafiə edəcək. Növbə qarşı tərəfdədir. Bunun hansı şəkildə əsaslandırılmasından asılı olmayaraq qeyri-qanuni bir hərəkətə yol verilib, kriminal bir hadisə baş verib, təbii ki, Rusiya istiqamətindən və bunun tutarlı ortalığa fakt qoyulmasa münasibətlər xeyli zədələnəcək. Hər halda görünənlər budur. Bəli. Ceyhun müəllim, digər bir məsələ İranın Ermənistandakı səfiri Qərbi Azərbaycanla bağlı danışıb. Söhbət bizim Qərbi Azərbaycan, bizim soydaşlarımızın min illər boyu yaşadığı Qərbi Azərbaycandan getməliyikən, o deyib Qərbi Azərbaycan ancaq İranda bir ərazi adıdır. Yəni, bax, bütün bu fikirləri haçalandırmaq, beynəlxalq ictimaiyyəti çaşdırmaq bir səfirin mi boynuna düşüb? Yəni, bu səfir əslində bax, bu iddianı ortaya atmaqla nə demək istəyir, nə etmək istəyir? Təəssüflə qeyd etmək lazımdır ki, İranın Ermənistandakı səfiri ilk dəfə deyil, belə sərsəm açıqlamalar verir. Çox təəssüf ki, bu insan davamlı olaraq Ermənistanın eşitmək istədiyi fikirləri və çıxışları edir. Və sonra da Ermənistan bu çıxışlar əsasında başlayır müəyyən tezisləri tirajlamağa. Yəni, biz Azərbaycan olaraq bilirsiniz ki, İran prezidenti Azərbaycana gəldi. Yəni, cənab prezidentin tapşırıqlarına əsasən bugün İranla dövlət komissiyaları işləyir. Biz əlaqələrimizin güclənməsində, biz əlaqələrimizin inkişafında maraqlıyıq. Yaxın günlərdə də Azərbaycan prezidenti İran prezidenti ilə danışdı. Hətta ölkəmizə səfərə dəvət etdi. Bəli, təəssüf ki, onu da fərqli formada mediaya təqdim etməyə o tərəfdə çalışdılar. Yəni, bunlar hesab edirəm ki, bizim əlaqələrimizə xələl gətirə biləcək bir məsələlərdir. Ermənistan tərəfi də qeyd etdiyimiz kimi həmişə bu insanın fikirlərindən çıxış edərək Azərbaycana qarşı hansı iddiaları səsləndirməyə çalışır. Yəni, Qərbi Azərbaycan məlumdur, söhbət hardan gedir, tarixi faktlardan söhbət gedir. Yəni, söhbət yüz minlərlə insanın tarixi torpaqlarından qovulmasından, deportasiyasından gedir. Çox təəssüf ki, özünü müsəlman adlandıran, müsəlman prinsiplərindən çıxış etdiyini deyən bax bu şəxs təəssüf ki, müsəlman olan yüz minlərlə insanın deportasiyasına, çoxlu sayda insanın barbarcasına, vəhşicəsinə, qətlə yetirilməsinə göz yumaraq bu cür açıqlamaları və bəyanatları verir. Bu onun hesab edirəm ki, səlahiyyətlərinə daxil olan bir məsələ deyil. Qərbi Azərbaycan bugün Ermənistanla Azərbaycan arasında müzakirə olunan məsələdir və bunun İrana və bunun qeyri bir ölkəyə heç bir dəxli yoxdur. İran səfirinə ümumiyyətlə dəxli yoxdur. Dəxli yoxdur. Yaxşı olar ki, o səlahiyyətlərin aşmasın və bu cür təxribatlara son qoysun. Bilirsiniz, orada təkcə bu deyil, başqa da göyə İsrail Azərbaycan ərazisindən istifadə etməyə və s. izahat falan. Yəni, bu cür bəzən təəssüf ki, çıxışlar, fikirlər İran tərəfindən də səsləndirilir. Buna son qoyulmalıdır. Yəni, biz İranla normal qonşuluq prinsipləri əsasında münasibətlərimizi davam etdirmək istəyirik. Amma bu cür açıqlamalar, amma bu cür yanaşmalar, bu cür fəaliyyətlər yalnız və yalnız münasibətlərə xələl gətirir və yalnız bölgəmizdə də gərginliyi artırır. Ona görə gah sərhədimizə gəlir, gah başqa belə dediyimiz kimi bəyanatlar verərək gündəmdə qalmağa çalışmaq diplomatik fəaliyyətə ziddir. Yəni, bu cür məsələlərdə də İran rəsmiləri, İranın Ermənistandakı səfiri diqqətli olmalıdır və bilməlidir ki, əksər hallarda da
onun etdiyi çıxışlar əsasında Ermənistan Azərbaycan-İran münasibətlərinə xələl gətirməyə çalışır. Yəni biz bunu mediada da davamlı olaraq görürük. Yəni Ermənistan maraqlıdır Azərbaycan-İran münasibətlərinin gərginləşməsində. Ona görə biz də bu kimi məsələlərdə diqqətli olmalıyıq. Ceyhun müəllim, maraqlı burasındadır ki, bax, Azərbaycanda sabit, sakit, inkişafına, öz inkişafında olan, Cənubi Qafqazda seçilən, mövqeyi olan bir dövlət olduğu üçün bu cür elə həm Rusiya istiqamətindən, həm digər qonşumuz istiqamətindən hücumların olmasını, yəni bu gözləniləndir. Amma istənilən halda bu gözləntilərin bir qarşılığı da var. Yəni Azərbaycan bütün bu təhdidlərə, bütün bu təzyiqlərə qarşı dayanmaq gücü də var, cavab vermək gücü də var. İstənilən halda hər iki qonşumuz Azərbaycana qarşı biri kriminal istiqamətdə hücum etmək, digəri təhlükəsizlik, informasiya təhlükəsizliyindən təzyiqlər etmək. Bütün bunlar sözsüz ki, Azərbaycanın cavabı olacaq, həmişə olub, yenə olacaq və biz əvvəlki gücsüz 90-cı illərin zəif dövləti deyilik. Bunu hər tərəfdən Azərbaycana o pusquda duranlar bunu görməlidir, bilməlidir və qəbul etməlidir. Qərbi Azərbaycanla bağlı məsələyə gəldikdə isə Qərbi Azərbaycan bizim istiqamətimizdir, böyük qayıdış planı var. Biz öz baba yurdumuza qayıdacağıq. Kimin nə deməsindən asılı olmayaraq, ora bizim tarixi torpaqlarımızdır, tarixi faktlar var ortalıqda. Min illər boyu Azərbaycanlı izi orada qalıb silməyə çalışsalar belə. Tarixi silə bilməyəcəklər və bizim öz yurdumuza qayıdışı da əngəlləyə bilməyəcəklər. Zamanda nələrsə qazana bilərlər, amma niyyətimizdən döndərə bilməzlər. Tamamilə doğrudur, birmənalıdır. Bizim heç şübhəmiz yoxdur ki, Qərbi Azərbaycanlılar ləyaqətli bir formada öz dədə-baba yurtlarına qayıdacaqlar. Buna nə Ermənistan mane ola bilər, buna nə İran mane ola bilər. Burada cənab prezidentin prinsipal, qətiyyətli bir mövqeyi var. Biz beynəlxalq hüquqa istinad edərək addımlarımızı atırıq və bugün Azərbaycan öz məqsədlərinə, hədəflərinə doğru gedir. Biz Qarabağı azad etdik, biz torpaqlarımızı işğaldan azad etmişik və biz mütləq bu siyasətlə də Qərbi Azərbaycanlıların öz torpaqlarına qayıdışını təmin edəcəyik və buna sizin qeyd etdiyiniz kimi heç kim mane ola bilməz. Çox təşəkkür edirəm. Çox sağ olun Ceyhun müəllim. Ətraflı, belə əhatəli cavablarınız. Sağ olun. Belə, siz də sağ olun, hörmətli tamaşaçılar. Bizi izləməkdə davam edin. Biz yenə də görüşəcəyik. Amma hələlik burada, studiyamızda. Qərbi Azərbaycana isə mütləq qayıdacağıq. Sağ olun, salamat qalın.